Qanun 5. Şəxsiyyət ol. Bir gün saray təlxəyi həyatını dəyişmək istədi. O, var-dövlət, maraqlı səyahətlər və dəbdəbə istəyirdi. Amma hər şeydən daha çox hörmət arzulayırdı. Bütün həyatı boyu insanlar onu barmaqla göstərib deyirdilər, buna bax, nə axmaqdır. Təlxək isə hamının ona hörmət edəcəyini xəyal edirdi. O, bu barədə krala danışdı və kral dedi, Təlxək, sən uzun illər mənə sevinç bəxş etmisən. Mən sənin arzunu yerinə yetirəcəyəm və sənə var-dövlət verəcəyəm. İndi Təlxək yeni xoşbəxtliyindən zövq alırdı. O, bahalı evdə yaşayır, ləziz yeməkləri yeyirdi. Ancaq tezliklə başa düşdü ki, insanların ona hörməti sadəcə bir riyakarlıqdır. Onlar üçün o yenə də sadəcə təlxəkdir. Hərçənd artıq varlı təlxək. Üstəlik o çox keçmədən bütün sərvətini xərcləyib tükətdi. Təlxək dərdini kralın müdrik məsləhətçisi ilə bölüşdü. O isə gülümsəyərək başını yellədi və dolu şərab qrafini və bir stəkanı göstərdi. Mən bu şərabın hamısını stəkana tökə bilərəm. Stəkan bunun üçün çox kiçikdir. Eynilə sənin şəxsiyyətin də arzuların üçün çox kiçikdir. Kral sənə var-dövlət verdi, amma sənin şəxsiyyətin onu saxlamağa qadir deyil.